özünüzü oraya çıxıb nəyimizlə biabır olmuşuq əzizim? Nəyimizlə biabır olmuşuq? Hansı ailədə söz-söhbət yoxdur? Hansı ailədə söz-söhbət yoxdursa, o ailə sayılmır. Hər ailədə söz-söhbət olur da. Çünki qısqancıq olur və yaxud da nəsə olur. Düzdür, mən heç kəs istəməz ki, o vəziyyətdə çıxsın ictimai platformada. Sadəcə olaraq mən də köməksiz olduğum üçün, dərdimi danışmaq insan olmadığı üçün çıxdım mən baş bilənlərdən məsləhət almaq istədim. Salamlar. Salam. Hər vaxtın xeyir. Gəlirsən? Səccad sən gözləyir. Dəyərli izləyicilərimiz, sizlər də salamlayırıq. Necəsiz? Yaxşı olasınız inşallah. Allah yaxşılar qorusun inşallah. Qəlbi təmizləyib, pislik etməyə bacarmayanları, şeytan xislətli insan olmayanlardan uzaq eyləsin inşallah yaxşıları. Nə var siz, neyinirsiniz? Yorumlar niyə bağlamısan ki? Ekran başları qarışır yazılara. O cür yazılar çox tez görmürəm. Hə, sən niyə hər dəfə deyirik, özümüz deyib özümüz eşitirik də, yəni ki, sən niyə yaxşılara cavab vermirsən ki? Sən yaxşılara cavab ver. Hayır, mən zaten heç axmaqların nəyini yaxşılara can sağlayır. Mən o elə bilərəm. Çünki görmürəm o mesajlarını, ayrı. Hə də mən də onu görürəm ki, yaxşılara cavab ver. Lazım deyil hər hürənə cavab verəsən. Yaxşılara can qurban. Nə oldu, gəlirsən? Səsi niyə bağlayırsan? Nə olub? Sağ salmaqsın. Hə, denən işim var da ona görə səsi bağlayıram. İşim var deyəndə söz soruşuram da. İşim var deyəndə neyini? Ağzının içində sən yenə də başladın söz-söhbətə. Mən nə deyirəm ki? Söz-söhbət eləyən sənsən. Nə olub yenə? Hə, yaxşı. Sağ salmaq yoxdur səndə? Şükür. Demirsən 4-də burada olacağam. İndi mən canlı açacağam. Görək sən 4-də kimi evdə olasın ya yox. Görək də hələ marşrut tapıram. Bu marşrut bilirəm ki, hardan gedir. Gəl, mən canlı açacağam, sən misafirə qoşulacaqsan. Düz 4-də qədər. Gəlib özünü çatdırmaq lazımdır. Səccad səni gözləyir çünki. Qanun var, qayda var. Səhifəni skrin edirsən, verirsən əməkdaşlara, araşdırırlar. Kim hardadır, neyir, gətirirlər, düzləşdirirlər ki, nə yemizdən duruşunu qovurma. Biraz mən mərdimazalıq eləmək istəmirəm, hoşlanmıram. Amma hərdən bir eləmək lazımdır, elədiklərimiz kimi. Yazı yorum ki, çıxır gedir, özünə hörmət eləmək insanlar. Ürəyinin sahibi kimdir? Ne? Nə? Sarışın. Sənə hədiyyə atıram. Deyirəm, ürəyinin sahibi kimdir? Salam, valla verilişin olub-olmasına bağlı heç bir məlumatım yoxdur. Yanlış məlumat verirəm. Sual verirsən, söhbəti fırlayırsan, sual verdim. Yaxşı, sən də mənə sual verəndə söhbəti fırlayırım. Sənin elədiklərini sən eləyəcəm deyir. 50 dəfə sual vermək məcburiyyətində deyirəm. Sözü bir dəfə deyirlər. Yaxşı? Nə? Eşitmirəm. Bir nəfəri aparmaq lazımdır bir yerə. Qulağında deyəsən problem var. Lor Cərraz Leyla Zülfqarlı. Kropka düşübdü qulağına ya da qulaqlarına. Birində gedib. Nə yaxşı bunları eşitdin? Lalənin evindəkilər bulardı. Külək deyişmədi. Mən fərq eləmir, külək deyil. Biz külək olmur, istirahatın bombası düşdü yanına eşitmədi. Ekran koyanlar var. Hara geç? Ora hara? Hə? Hara gedib düşmüsən? Mənim dediyimi eşitməyəcəksən, sən o canlıyı nə açmısan? Canlıyı bağla deyirəm. Səs, avam çoxdur, səs eşidilmirəm, səs eşidilmirəm. Tezdən
Deyirəm ki, mənim dediyim sözləri eşitmirsənsə, o canlıyı nə açmısan, bağla da. Camat da səni eşitmir. Yaxşı. Bağlayırsan inşallah, ha?